Salam, 8-ci sinif 2-ci hissədən bölmə 6-ya aid xülasəyə baxaq. Heyvanlarda çoxalma. Bildiyiniz kimi heyvanlarda çoxalma həm qeyri-cinsi, həm də cinsi yolla baş verir. Qeyri-cinsi çoxalmaya baxaq. Bunun əlamətləri nədir? Gördüyünüz kimi burada verilib. Mən həmişə deyirəm ki, xülasəyə xüsusilə fikir vermək lazımdır. Baxırıq, bir valideyn fərdin iştirakı ilə gedir, cinsiyyət hüceyrələri yaranmır, alınan nəsil ana fərdin tam oxşarı olur. Qeyri-cinsi çoxalmaya burada həm tumurcuqlanma, gördüyünüz kimi tumurcuqlanma və fraqmentasiyanı misal göstəriblər. Əgər fikir versəz, tumurcuqlanma yolu ilə hidra və mərcan poliplərinin çoxalmasını misal göstərə bilərik. Fraqmentasiya isə dəniz ulduzu və bəzi yastı və həlqəvi qurdları misal göstərə bilərik. Fraqmentasiya bildiyiniz kimi odur ki, əgər bir orqanizm bir neçə hissələrə bölünərək, nəyinsə ayrılaraq, yəni ayrılarsa, onda o itirilmiş hissələri bərpa eləyir. Həmin itirilmiş hissələrin hər birindən bütöv bir orqanizm inkişaf etmiş olur. Baxırıq cinsi çoxalmaya. Cinsi çoxalmanın əhəmiyyətinə gəlincə, bildiyiniz kimi bu cinsiyyət hüceyrələri yaranması ilə ola bilər. Alınan nəsil hər iki valideyn əlamətlərini daşıya bilər. Cinsi çoxalma sayəsində bildiyiniz kimi cinsi çoxalma zamanı həm erkək, həm də dişi fərd iştirak etmiş olur. Bildiyiniz kimi, erkək fərdlərdə spermatozoid erkək cinsi hüceyrə hesab olunur. Yumurta hüceyrə isə dişi fərdlərdə əmələ gələn cinsiyyət hüceyrəsi hesab olunur. Buna qısaca olaraq qamet də deyə bilərik. Bildiyiniz kimi, spermatozoid ilə yumurta hüceyrənin birləşməsindən mayalanma prosesi baş verir. Bax, mayalanmış yumurta hüceyrə isə öz növbəsində gördüyünüz kimi ziqot adlanır. Ziqot isə yeni bir orqanizmə başlanğıc vermiş olur. Mayalanma prosesinə gəlincə, ola bilər mayalanma prosesi xarici mühitdə baş versin. Xarici mühitdə mayalanma gedən heyvan orqanizmlərinə biz balıqları və suda qurda yaşayanları misal göstərə bilərik. Daxili mayalanma baş verən orqanizmlərə isə sürünənlər, quşlar və məməliləri aid edə bilərik. Bildiyiniz kimi, quşlar, sürünənlər, məməlilər, bunlarda mayalanma prosesi dişi orqanizmin daxilində həyata keçirilmiş olur. İnkişafa gəlincə, bildiyiniz kimi, ziqot inkişaf eləyərək yeni orqanizmə başlanğıc verir. Ola bilər inkişaf, yəni ziqotun inkişafı, bu inkişaf prosesi ola bilər düzünə olsun, ola bilər dolayı olsun. Bax, dolayı, bunu qoyub. Ola bilər də dolayı olsun. Bildiyiniz kimi, dolayı inkişaf bağırsaq boşluqlarda, suda qurda yaşayanlarda ola bilər. Dolayı inkişaf və dolayı inkişaf özü tam çevrilmə və qeyri-tam çevrilmə ilə gedə bilər. Bildiyiniz kimi, tam çevrilmə ilə buna ən çox rast gəlinir. Cücülərdə yumurta, süfrə, pulp, yetkin fərd mərhələləri ilə xarakterizə olunur. Bildiyiniz kimi, tam çevrilmə yolu ilə yeni yaranan nəsil əvvəlcə sürfə mərhələsini keçirir, pupu keçirir və yetkin fərdə sonda oxşayır. Amma qeyri-tam çevrilmə ilə gedən tarakandır, çərkədir, düzdür, bunlar da dolayı inkişaf hesab olunur. Ancaq bunlarda dolayı inkişaf zamanı 3 mərhələ olur ki, yumurta, süfrə
və yetkin fərd mərhələlərini keçirmiş olurlar. Bunlarda pub mərhələsi olmur. Keçirik düzə inkişafa. Düzə inkişaf gedən orqanizmlərdə yeni yaranan balalar valideyn formaya oxşar olur, sadəcə ölçülərinə görə kiçik olur. Bura biz misal göstərə bilərik. Zəllilər, hörümçək-şimlər, çoxayaqlılar, sürünənlər, quşlar və məməlləri. Keçirik insanın cinsiyyət sisteminə. Bildiyiniz kimi insanlarda cinsiyyətli yolla çoxalırlar. Bunun üçün gördüyünüz kimi heyvanlarda olduğu kimi erkək və dişi qametlər yaranmalıdır. Bildiyiniz kimi insan cinsiyyət sisteminə kişi orqanizmində olan cinsiyyət sisteminə toxumluq, toxum kisələri, prostat vəzi, toxum çıxarıcı boru, xarici cinsiyyət orqanı aid olunur. Toxumluqda isə bildiyiniz kimi cinsiyyət hüceyrələri, yəni spermatozoidlər formalaşır. Sonra bildiyiniz kimi burada hormon olaraq testosteron hormonu istehsal edilir və nəhayət prostat mayesi istehsal olunur prostat vəzi tərəfindən. Bu da öz növbəsində spermatozoidlərə qarışaraq sperma əmələ gətirir. Dişi cinsiyyət hüceyrələrinə gəlincə, bildiyiniz kimi bu proses qadın orqanizmində həyata keçirilir. Qadın orqanizmində yumurta hüceyrənin inkişaf eləməsi üçün yumurtalıqlardır, yəni yumurtalıqlar, uşaqlıq boruları, uşaqlıq boynu, uşaqlıq yolu, xarici cinsiyyət orqanı, bunlar qadın cinsiyyət sisteminə aiddir. Və burada bildiyiniz kimi yumurtalıqlarda yumurta hüceyrə yetişir. Estrogen, progesteron adlanan hormonlar əmələ gəlir. Mayalanma baş verir, biz öyrəndik uşaqlıq borusunda. Bətin daxili inkişafın həyata keçməsi isə uşaqlıqda həyata keçmiş olur. Mayalanma prosesi bildiyiniz kimi erkək və dişi cinsiyyət hüceyrələri, yəni yumurta hüceyrə, yetişmiş yumurta hüceyrə spermatozoidlə birləşir və nəticədə mayalanma baş vermiş olur. Mayalanma bildiyiniz kimi insan orqanizmində bətin daxili inkişaf həyata keçir. Bunun üçün gördüyünüz kimi başlanğıc dövr zamanı zigot çox hüceyrəli rüşeymə çevrilir. Uşaqlıq borusu ilə uşaqlığa doğru istiqamətlənir. 2 gün uşaqlığın içərisində sərbəst gəzir və uşaqlığın daxili qatına birləşmiş, yapışmış, yəni implantasiya deyirik buna. İmplantasiya olunandan sonra isə rüşeym dövrü, bax burada da qeyd olunubdur, rüşeym dövrü yaranmış olur. Rüşeym dövründən sonra isə gördüyünüz kimi bax döl dövrü həyata döl dövrü rüşeym dövründən sonra həyata keçirilir. Yəni yaranmış olur. Bütün bunların yəni başlanğıc dövr, rüşeym dövrü, döl dövrü, yəni hamiləlik prosesinə aid oluna bilər. Bu isə 38-40 həftə davam etmiş olur. 38-40 həftə davam etmiş olur. Bu müddətdə ana bətnində uşaq tam formalaşır. Nəhayət uşağın doğulması prosesi həyata keçirilir. Bundan sonra isə postembrional mərhələlərin dövrləri başlayır. Bu qədər. Sağ olun.